Salam əzizlərim, hər vaxtınız xeyirli olsun. Yarpağın duza qoyulması videosu ilə yenidən qarşınızdayam. İstəyirəm ki, yenidən videomu sizlərlə paylaşım. Keçən bağladığım yarpaqlarımdan çox razı qaldım və bu il də bağlamaq qərarına gəldim və sizlərlə də bölüşmək istəyirəm. Yarpaqları ağacdan dərən zaman saplaqlı olduğuna diqqət yetirək. Çünki yarpaqların saplağı qısa olduqda bankanın içərisində xarab olmağa başlayır. Bunun üçün yarpağın saplaqlarını uzun saxlayırıq və mən hamısını üst-üstə beləcə yarpaqların saplaqları hündürdə qalacaq şəkildə üst-üstə yığıram, qatlayıram və ləyənə beləcə səliqəli yığıram ki, bankaya yığan zaman daha asan olsun. Ləyənə yığdığım yarpaqların üzərindən bir dəfə su ilə keçirəm ki, üzərində olan toz hissəcikləri və həşərat hissəcikləri tamamilə yarpaqdan təmizlənsin. Və başlayıram yarpaqlarımı bankalarına yığmağa. Bankaları ilk öncə steril edirəm, qaynar su ilə yaxalayıram, həmçinin qapaqlarını da qaynar suda saxlayıram. Beləcə yarpaqları, saplaqları hündürdə olacaq şəkildə qatlayıram. Siz əgər yarpağınız daha böyükdürsə, 2 dəfə qatlaya bilərsiniz. Xanımlar, keçən ilki videoda baxıram ki, yəni aydın şəkildə çəkməmişəm. Onun üçün belə izah edim sizə. Mən bir hissə yarpaq yığdıqdan sonra bankanın dibinə qaynar su əlavə edirəm ki, alt hissədə olan yarpaqlar da yaxşıca islansın, saralmağa başlasın. Sonradan yenidən üzərinə yarpaqların qalan hissəsini də əlavə edib tam üzərindən yenidən qaynar su əlavə edirəm. Bütün yarpaqları bankalara əlavə edirəm beləliklə. Və üzərlərinə də qaynar su tökürəm və gözləyirəm ki, həm su soyusun, həm də yarpaqların rəngi dəyişməyə başlasın. Və sizdən bir xahişim var. Hələ də kanalıma abunə olmamısınızsa, kanalıma abunə olun. Mənə dəstək olun. Videolarımı bəyənirsinizsə, sona qədər izləyirsinizsə, bəyən düyməsini basın. Öz fikirlərinizi şərh bölməsində mənimlə bölüşməyi unutmayın. Keçənki videonun şərh bölməsində bir xanım soruşmuşdu ki, bu qədər bankadan, yəni bu qədər bağlanmış yarpağın bankasından nə qədər dolma çıxarmaq mümkündür? Xanımlar, mən bağladığım bankaların qramı 925 qram, 930 qram miqdarındadır. Yəni, əgər əti nəzərdə tutursunuzsa, 500-600 qram ətdən dolma çıxır. Yox, əgər digər ərzaqları, düyünü, göyərtini də nəzərdə tuturuqsa, o zaman bu qədər bankadan, yəni bankada bağlanmış yarpaqdan 1 kilo 200 qram, 1 kilo 300 qram yarpağın dolması çıxır. Artıq yarpaqlarımızın suyu soymağa başlayıb və mən başqa bir ləyənə sularını boşaldıram. Baxın, rəngi necə də saralıb yarpağın və başlayıram duz əlavə etməyə yarpaqlara. Bunun üçün hər bankaya, mənim yəni bağladığım miqdar bankaya təxminən 1 kilodan biraz əksikdir. Bir dolu yemək qaşığı qədər xörək duzu yodlaşdırılmış şəkildə olmasın. Pendir duzu və yaxud da ki, turşu duzundan istifadə edirəm. Sizə də məsləhət görürəm. Sonra üzərindən qaynayan çaynikdən qaynar su əlavə edib, steril edilmiş qapaqlarımla da möhkəmcə bağlayıb bankalarımı tərs çevirirəm. Tərs çevirdiyimiz bankalarımızı bir gecə saxlayıram. Mən axşam etdiyim üçün bir gecə saxladım. Yox, siz gündüz edirsinizsə, hardasa 4-5 saat belə şəkildə bankalarını soyana qədər saxlayın. Sonra isə istədiyiniz yerə, yəni sərin yerə, qaranlıq yerə və yaxud da ki, soyuducunuzun alt gözündə yeri varsa, əlavə soyuducunuz varsa, oraya da qoya bilərsiniz. Yəni, heç cür atma problemimiz olmayacaq. Bu şəkildə istədiyiniz qədər yarpaqları saxlaya biləcəksiniz. Videomu bu ana qədər izləyən hər kəsə təşəkkürümü bildirirəm. Yeni videolarımı izləmədə qalın. Sağ olun, salamat qalın.